Salam, xoş gəlmisiniz Ayselin Dadlı Sirlər kanalına. Quba qazından sizə şirəli qaz reseptini təqdim edəcəm. İnan ki, dadı damağınızda qalacaq. Çox bəyənəcəksiniz. Bu qazı mənə rayondan qaynanam göndərib. Ona görə ona təşəkkür edirəm. Çox sağ olsun. Və qazımızı qəşəng yuyuruq, quruduruq və qurutduqdan sonra xırda hissələrə doğrayırıq. Biraz doğraması çətin olacaq qızlar. Yəni bu da yeyəndə yaddan çıxacaq. Hər işin əvvəli çətinlik, gözəl işlərin əvvəli çətinlik olur. Bunu hamı bilir. Yəni ona görə çətinlikdən qorxmayın. Qəşəng qazımızı doğrayırıq. Təbii yeməklər uşaqlarımızı yedizdirmək uşaqlara çox xeyirlidir. Yəni təbii quşlar da, yəni çöl quşları sayılır da bunlar. Qəşəng yuyuruq qazımızın ətini. Bunun püf nöqtəsi budur ki, 3 xörək qaşığı sirkə əlavə edib, qarışdırıb 1 saat onu saxlamaq. Yəni çalışın isti yerdə saxlamayın, xaladenlikdə 1 saat saxlayın. Sonra saxladıqdan sonra qəşəng qıpqırmızı qan çıxacaq. Təmiz yuyuruq bunu. Və bu qazdan qətiyyən iyi gəlməyəcək yemək bişirəndə. Mən bişirilməli qazımın ətini ayırıb qoymuşam. 2 paketdə belə qazdan yeməklik ayıracam. Yəni bunu da qoyacam buzluğuma. Bunu belə yığırıq qızlar. 2 paket qəşəngcə yığdıqdan sonra göndəririk buzluğa və başlayacağıq yeməyimizi bişirməyə. Burada qazlarımızın qoyuruq buzluğa. Bir neçə dəfə yenə bişirməli olaq. Burada 1 çay qaşığı duz, 1 çay qaşığı istiyot, çay qaşığından az istiyot əlavə edin. Yəni çay qaşığının ucunda əlavə etsəz bəsdir. Mən biraz çox əlavə etmişdim. Yəni biraz az əlavə etsəniz daha yaxşı olar. Burada duz qəşəng qarışdırandan sonra qoyuruq hardasa yarım saat ətimiz istiyotu, duzu içinə çəksin, daha dadlı olsun. Və soğanımızı soyuruq və soyduqdan sonra xırda naharın doğrayırıq ki, ətimizə qəşəng qarışsın. Baxın belə incə olsun. Qızlar, mənim kanalıma abunə olub, bildirimləri açıq tutmağı unutmayın. Hər zaman belə dəyişik videolar, yeməklər sizə gəlsin və siz də öz uşaqlarınızın qəşəng hazırlayın. Burada qazımızı yandırıb, qazanımızı qoyuruq. Çox asandır bu qaz yeməyi, yəni 2 dənə dilim yağı əlavə edirik. Qızdıqdan sonra istiyotlanmış, duzlanmış ətimizi qəşəng qoyuruq qovrulmağa. Bu qaz bişirmək həqiqətən çox asandır. Mən də əvvəl çətin fikirləşirdim, amma bir neçə dəfə belən kimi bişirmişəm və xoşuma da gəlib, ailəmin də xoşuna gəlib. Yəni siz də belən kimi qoyun, bişirin, yeyin, nuş edin. Belən kimi baxın nə qəşəng qırmızı qızarır ətimiz. Bu qırmızı qızarır. Bax, qızardıqdan sonra qazı götürürük əti başqa qaba. Həmin qazanda isə soğanları qızardırıq. Həmin qazın ətinin yağında. Bu isə mən rayondan gələn alça turşumdur. Çox qəşəng dadlı olur və xörəklərimə də bunu əlavə edirəm. İndi baxın, burada qazı qəşəng soğanı, qızaran soğanın üzərinə qoyuram və burada şabalıd da əlavə edin, turşu da əlavə edin və bunlar çox dad verir də yeməyə. Və kartoşka da. Əslində burada kartoşka, şirəli qazda kartoşka yoxdur. Mən biraz əlavə etmişəm. Bu da maraqlı olsun da, dəyişik olsun deyə dedim. 2 stəkan su da bu reseptə gedir.
və qazanın ağzını bağlayırıq. 2 saat vamxodda, az xodda qoyuruq, bişiririk. Baxın 2 saat tamam oldu. Baxın qızlar, görün əti necə yumşaq, pambıq kimi oldu. Yəni bunu hamı, yəni belənkimiz edə bilmir də, yəni qazın ətini bişirə bilmirlər. Yəni bunun püf nöqtəsi də odur ki, yəni 2 saat qaynamalıdır.